Bəzən yersiz yerə, lazımsız yerə insanların cibinə sanki bir hücum olur və psixoloji olaraq insanlar istər-istəməz təsir altına düşürlər. Bunu biz Instagram reklamlarında da görürük, bunu hər addım başı da görürük. Hər kəs çalışır ki, kiminsə cibinə girsin. Okey, reklam məsələsini anladın da, amma sən mənə özünü sırıyırsan. Gözəllik iqtisadiyyatından istifadə edərək, insanlara aldadaraq, gündəmdə qalmaları üçün durmadan bu kimi verilişlər hazırlayıb gündəmə gəlir. Və qəribədir ki, bunlar sosial şəbəkələrdən sonra biz bunları artıq televizyon ekranlarında görməkdəyik və 4 saatdan, 6 saatlardan televizyon ekranlarında bunlar bulunmaqdadır. Sual olur, bunlar nə zaman çalışır? Və məlum olur ki, bunların çalışmaları elə televizyon ekranlarından sonra bunlar özünə çoxlu müştəri əldə edir. Və bu müştəriləri təsir edə bilir, inandıra bilir. İnsanlarda belə bir anlayış var. Əgər bu televizyona çıxırsa, deməli güvənli bir insandır. Amma sonra da məlum olur ki, bunların əksəriyyətinin heç lisenziyası yox, bunların əksəriyyəti ümumiyyətlə plastik əməliyyat haqqında anlayışı olmayan insanlardır. Bu kimi hallar var. Və insanlar, burada artıq iki seçenek var. Kim suçlu? Səhiyyə Nazirliyi deyir ki, biz bunlara lisenziya verməmişiksə, insanlar bunları tercih edirsə, o zaman burada bu problemin həlli ilə bağlı insanlar qazandıkları vəsaitləri bu kimi dələduzlara yedizdirirsə, sorumluluq özlərində qalır. Yəni belə çıxır ki, kim necə, hansı formada bacarırsa o cürə qazansın, o cürə ayaqda dayansın. Təəssüf olsun ki, hal-hazırda bu kimi hallar çox genişlənib və bu təcrübə özünü özəlliklə TOEIC iqtisadiyyatında göstərir. TOEIC iqtisadiyyatında heç bir səsi, heç bir biliyə, qabiliyyətə, heç bir musiqi təsiri görməyən şəxslər gündəmə çıxır, ictimaiyyəti etkiləmək üçün çox fərqli mahnılarla gündəmə gəlir, bir mahnı demək olar olmaz və nəticədə həmən axşam onlar gəlir mənbəyi əldə edir.